Bilməm, bir maraqlı bu yaxında bir nəfər təklif elədi, sürmüşdü. Deməli deyir ki, boşanmalarda müəyyən bir yanaşmaları dəyişsək bunun qarşısını ala bilərik. Məsələn deyir ki, boşanma qaldıran tərəf əgər haqsızdırsa, əsaslı səbəb yoxdursa, kefindən ailəni boşuyursa, onu əmlakdan və alimentdən məhrum eləmək lazımdır. O halda boşanma olmayacaq. Çünki deyir ki, ciddi səbəblər göstərilməlidir boşanmaq üçün. Məsələn, qarşı tərəf tutaq ki, əxlaqsızlıqla məşğuldursa və yaxud psixi problemlidirsə, artıq bu məcburdur boşanma və yaxud narkomaniya, alkoqolizmlə əziyyət çəkirsə, bu 3 dənə halda boşanma normaldır, artıq bu yaşanılmaz haldır. Amma sadə boş səbəblərdən ötürü ailəni dağıdıb boşanan tərəfə deyir, əgər heç nə ödənilməsə, onda o bunda maraqlı olmayacaq. Sizcə hüquqi olaraq belə bir buna oxşar yanaşma qoyula bilərmi ki, ya hüquqi cəhətdən çətinləşdirilsin boşanma, bir də ki, boşanmaya ciddi səbəblər göstərilməsi qeydə alınsın, yəni ki, onu göstərməsə məhrum edilsin nələrdənsə. İsmail, verişimizin əvvəlində də dedi, siz soruşdunuz məndən, ağlıma gəlmədi bunlarla bağlı nəsə deyim. Şəxsən mənim öz subyektiv fikrim belədir ki, boşanmaların hətta qarşısını almamaqla asılı olmayaraq, mən belə təklif edərdim, təklif edirəm ki, bilmirəm nə dərəcədə dəstəklənər mənim bu fikrim. İlk növbədə xəyanətə görə, əgər tərəflərdən dəxli yoxdur, qadın ya kişi, yəni bəzən biz bir qism insanlar var ki, yalnız bunu qadınlara şamil edilmək istəyirlər. Bu bir tərəfli yanaşma olmalı. Bu nöqteyi nəzərdən bax, qadınla kişi də bərabər olmalıdır. Və əgər qadın ərinə xəyanət edirsə, ər qadına xəyanət edirsə, uşaqlar bir mənalı qarşı tərəfə verilməlidir və həmin xəyanət eləyən tərəf də əks tərəfə aliment ödəməlidir. Bax, mən ilk növbədə bunu və əmlakdan məhrum edilmək söhbəti də xəyanət eləyən tərəf qarşı tərəfə kompensasiyada ödəməsi çox yaxşı olardı. Bir çox ölkələrdə o tətbiq olunur, kompensasiya məsələsi. Mən istəyərdim ki, bax, bizdə də belə bir şey olsun. Ona görə öhdəliklər məsələsi var. Bayaq dediyim kimi, hüququ tələb eləyir, amma öhdəliklərini nəzərə almır. Tutaq ki, evlənən qadının və kişinin xəyanət etməmə öhdəliyi var ailəsinə. Əgər sən bu öhdəliyini pozursansa, hüquqdan məhrum olmalısın. Yəni, hüquqla öhdəlik bir-birini tamamlamalıdır. Sən bu tərəfi, özünə sərf edən tərəfi... Qismən belə boşluqlar var. Bu məqamlar var.